Zülüm bir anlıq güc kimi görünür, amma əslində zəifliyin maskasıdır. Zülm edən insan qalib kimi görünə bilər, hətta bir müddət güclü də görünə bilər. Zülm ilə qurulan heç bir sistem, heç bir münasibət uzun ömürlü olmur. Ədalətə göz yummaq olar, amma ondan qaçmaq mümkün deyil. Zülm edən insan ilk növbədə öz içində uduzur. Çünki zülm sahibinin ruhunu yeyir. Onu daim qorxu ilə yaşadır. İtirmə qorxusu, ifşa olunma qorxusu, bir gün hesab vermə qorxusu. Ədalət gec gələr, amma mütləq gələr. Çünki haqq yolda olan uduzmaz. Zülm ilə abad olan gec, tez bərbad olar.